Salam əziz informatika öğrencilərimiz, sizinlə mən Səadət Məhərrəmova. Bugün biz sizinlə Dövlət İmtahan Mərkəzinin 2025 test toplusunun informasiyanın ölçü vaidləri, informasiyanın miqdarının ölçülməsi adlı testlərin 1-dən 50-yə qədər izahları sizinlə paylaşmışıq. Hal-hazırda 51-dən olan izahlar ilə davam edək. İnformasiyanın ölçü vaidlərini azalan sırasını müəyyən edin. Azalan o deməkdir ki, çoxdan aza doğru düzməliyik. Biz burada hər birini eyni ölçü vahidinə gətirərək də düzə bilərik və yaxud da ki, digər prosedurlarla da düzmək olar. Burada aydın məsələdir ki, digər ölçü vahidlərinə baxanda baytdır, kilobayt, megabayt, kilobaytdır. Burada 32 gigabaytımız ən böyük olacaq. Deməli, birinci başlayan mütləq, yəni 5 olmalıdır. Bu da 2 cavab variantında biz onu görürük. Sonra keçid alaq birincidə. Baytı kilobayta çevirsək, bu bizə 2,01 kilobayt verəcək. Yəni böləcəyik 1024-ə 2,01 kilobayt. Digəri 2 kilobaytdır. Burada alacağıq 1024 kilobayt. Digəri də 1025 kilobaytdır. Onda deməli, sonra olacaq dördüncü, da bu artıq yoxdur. Sonra üçüncü olacaq 1024 kilobayt, sonra birinci, sonra ikinci. Deməli, doğru cavabımız olacaq C variantı. 52-ci sualımızda 16 megabayt, 16 2 üstü 4'dür. 1 megabaytımız da 2 üstü 20 baytdır. Bərabərdir 2 üstü 4 plus x, burada da ölçü vahidi yazacağıq baytı. Onda buradan baxın, olacaq 2 üstündə 24 bayt, bərabər olacaq 2 üstündə 4 plus x bayt yazacağıq. Burada 24 bərabər olacaq 4 plus x-a, x da bərabər olacaq 20-yə. Deməli, 52-ci sualımızın doğru cavabı olacaq B variantı. Keçdik 53-cü sualımızda. 53-də deyilir ki, 38 gigabaytlıq tam dolu flash yaddaşdan, bax, diskin deməli ümumi həcmi 38 gigabaytdır. Deyək ki, 4 gigabaytlıq 4 ədəd video fayl. Onda 4'ü 4 gigabayta vurduqda bizə qaytaracaq 16 gigabayt. Deyir ki, 4 ədəd 5120 baytlıq. Orada 5120 baytı 1024'ə bölürük. Bizə verəcək 5 gigabayt. Olacaq deməli 20 gigabayt. Deyir ki, sonra 4096 kilobaytlıq 12 ədəd mətn faylı silinərsə. Deməli 12 vurulsun. Burada 4096 kilobaytımız 4 megabayt olacaq. Bu da bizə qaytaracaq 48 megabaytı. Deyir ki, silinərsə. Gəlin bura qədər olan hissəsini edək. Bax, bu 38 gigabaytdan bu hissəsini gəlin qələmlə yazaq. 38 gigabaytla 16 üstəgəl 20. Yəni bunların ikisi bizə verəcək 36 gigabaytı. Bu 38-dən bu 36 gigabaytı çıxıram. Olacaq deməli 2 gigabayt qalacaq. 2 gigabaytımızı çevirəcəm megabayta. Olacaq 2048 megabayt. Sonra ondan da çıxacam 48 megabaytı. Mənə verəcək 2000 megabayt. Deməli, bu məlumatlar silinəndən sonra 2000 megabayt qalacaq. Sonra deyir ki, bu 2000 megabaytın üzərinə, bax bu 2000 megabaytın üzərinə 2096 megabaytlıq video fayl yazılarsa, onda bu olacaq 4096 megabayt. Deyir ki, flash yaddaşda olan informasiyanın həcmi. Flash yaddaşda olan informasiyanın həcmi bu olacaq. Burada da 2 üstündə 12 və 2 üstündə 23 bit yazacağım. Bizə verəcək 2 üstündə 35, yəni 12 ilə 23-ün cəmi 235 bit olacaq. Bizə də deyir ki, cavabı bit ilə ifadə elə. Deməli, elə doğru cavabımız olacaq. Bəli, A variantı. Ümid edirəm, aydın oldu.
Silinərsə deyirsə çıxırıq, üzərinə əlavə olunarsa deyirsə o zaman da toplayırıq. 54-cü sualımız ilə davam edək. 54-cü sualımızda deyilir ki, Unicode kodlaşdırmasında burada 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20 dənə simvol var. 20-ni vururam 2 bayta. Bizə verəcək 40 bayt. Deyir, ASCII kodlaşdırmasında 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20, 21, 22 dənə də buradadır. 22-ni vururuq 1 bayta, verəcək 22 bayt. Bunlar arasında fərq olacaq 18 bayt. Amma bizə deyir ki, fərqi bit ilə ifadə elə. 18 vurulsun 8 bit. Bu da bizə verəcək 144 bit. Deməli, doğru cavabımız olacaq 144. Ümid edirəm, aydın oldu. Bu bizim 54-cü sualımız idi. Davam edək 55-ci sualımız ilə. 55-ci sualımızda bizə deyir ki, cəmi kilobayt ilə ifadə edin. 512 baytımızı kilobayta çevirəndə 1024-ə bölürük. Olacaq deməli 0,5 kilobayt. Digəri 1,5 kilobayt özü verib. 2048-i də 1024-ə böləndə alırıq 2 kilobayt. Bunlar olacaq 4 kilobayt. 55-də olacaq 4. 56-da qrafik təsvirin eni və uzunluğunda olan piksel sayı uyğun olaraq 256-256-dır. Qrafik fayl A vurulsun B vurulsun N düsturu ilə ölçüləcək. 64 kilobaytı 2 üstündə 13 bit yazırıq. A'mız 256, 2 üstü 8'dir. B'miz 256, 2 üstü 8'dir. N bərabər olacaq 2 üstü 6, 2 üstü 13, 2 üstü 8, 2 üstü 8. Burada da bitimiz var. Yuxarıda deməli aldıq deməli 8 bit. Bizə deyir ki, renk dərinliyi nəyə bərabərdir? Renk dərinliyi deyəndə E-nin özünü soruşur. Cavab olacaq elə 8-in özü. 57-ci sualımızda V bərabərdir A, vur B, vurulsun N düsturu. 64 kilobaytın əvəzinə 2 üstündə 13 bit yazıram. 1024 2 üstü 10'dur. 128 2 üstü 7'dir. Vurulsun N. Yuxarıda olacaq 2 üstü 6, 2 üstü 13 bit. Aşağıda da 2 üstü 10 ilə 2 üstü 7. İxtisar edəndə qalacaq 4 bit. Bizdən də bir pikselin yaddaşda tutduğu yeri soruşur. O da olacaq 4 bit. 58-ci sualımızda kitabın informasiya həcmi 32 kilobaytdır. 32 vurulsun 2 üstündə 13 bit. 256 simvollu əlifba deyirsə, bir simvol yaddaşda 8 bit yer tutacaq. 32 sətir, hər sətirdə 256 dənə simvol. Bizdən də səhifələrin sayını soruşur. Səhifə sayı bərabərdir. 32 2 üstü 5 olacaq. 2 üstü 13 bit. 8-in əvəzinə 2 üstü 3 bit yazırıq. Burada yazacağıq deməli 2 üstü 5 və 2 üstü 8. Bunlar hamısı ixtisar gedəndə səhifə sayı qalacaq 4 dənə. Və salam, doğru cavabımız olacaq 58-də səhifələrin sayı 4 dənədir. 59-cu sualımızda
iki ölçü vahidi arasında heç bir toplama, çıxmadan istifadə olunmursa, onda deməli onu biz toplama götürəcəyik. 2 kilobaytımız 2048 bayt olacaq. Burada 28 bayt oldu. 134 bayt olacaq. 800 biti də 800 biti də 800 biti də bölürük 8-ə, olacaq deməli 100 bayt. İndi bunları cəmləyirik. Bunları cəmləyəndə bizə nə verəcək? 2048 üstünə gəlirik 28, onun da üstünə 134, onun da üzərinə 100 gəlirik. Deməli, onun da üzərinə 100 gəlirik, bizə nə verəcək? Deməli, 2048 plus 28 plus 134 plus da 100. 2310 bayt. Doğru cevabımız olacaq. 2310 bayt olmuş olacaq. Növbəti sualımızda 60-da. Deyilir ki, informasiyanın həcmi bu qədərdir. ASCII-də bir simvol yaddaşda 1 bayt yer tutur. Deməli, bir simvol 1 bayt yer tutur. Neçə simvolumuz 19,5 kilobayt yer tutar. Burada x bərabər olacaq. 19,5-i vururuq 1024 bayta, bölürük 1 bayta. Burada baytlar ixtisar gedəcək. Deməli, 19,5-i vuracaq 1024-ə. O bizə qaytaracaq 19.968. Deməli, doğru cavabımız olacaq 19.968 dənə, yəni simvol olmuş olacaq. Sonra 61-ci sualımız idi. Bu 60-cı sualımız idi. 61-ci sualımız. Yenə də bir simvol ASCII-də 1 bayt yer tutur. Deyirik, neçə simvolumuz 0,75 kilobayt yer tutar. X bərabər olacaq 0,75 vurulsun 1024 bayt, bölünsün 1 bayt. Burada baytlar ixtisar gedəcək. 0,74-ü 75-i 1024-ə vuranda alacaq 768. Deməli, doğru cavabımız olacaq 768. 62-ci sualımızda bizə deyilir ki, 1000 nəfər şagird var. N bərabərdir 1000-dir. 1000-i kodlaşdırmaq üçün minimal simvollu əlifba 1024-dür. Deməli, bir pikselimiz yaddaşda 10 bit yer tutacaq. Burada 240 nəfər şagirdimiz var. 240-ı vururuq 10 bitə, bölürük 8-ə. Çünki cavabı baytla istəyir. Olacaq 300 bayt. Deməli, doğru cavabımız 300 bayt olmuş olacaq. 63-cü sualımızda. Deyir ki, 78 səhifəlik mətnin yazılması üçün 64 simvollu əlifba. N bərabərdir 64 simvollu əlifbada bir simvolumuz yaddaşda 6 bit yer tutur. Deməli, 78 səhifə vurulsun 6 bit, vurulsun 30 dənə sətir, vurulsun simvol sayı. Bərabər olacaq 8775 bayta. Amma burada diqqətli olmaq lazımdır. Çünki bir tərəf bayt ilə, bir tərəf bit ilə verildikdə eyni ölçü vahidinə gətirib, daha sonra ixtisar etmək lazımdır. Burada simvol sayı bərabər olacaq. Deməli, hesablamamızı icra eləyək. 8775 vurulsun 8. Bölmə işarəsi 78 bölünsün 6 bölünsün 30. Bizə qaytaracaq 5. Deməli, doğru cavabımız olacaq 5. Növbəti sualımız 64-də. Deyir ki, buradan 16-nı 2 üstü 4 yazacağım. Onun da üstündə x plus 2.
Ölçü vahidi bittir. Böyükdür. 32'ni 2 üstü 5 yazacağım. Onu da üstündə x minus 3. Kilobaytın da əvəzinə 2 üstündə 13 bit yazıram. Burada olacaq 2 üstündə 4x plus 8. Ölçü vahidi bittir. Böyükdür. 2 üstündə baxın 5x çıxılsın 15, üstə gəlsin 13. Yəni hər biri 2-nin qüvvətində olduğu kimi, yəni burada 2 üstə 13-ü də bura əlavə elədim. Əsaslar eyni olduğuna görə, deməli 5x çıxılsın 2. Burada deməli necə alacağıq? Deməli baxın, 5x çıxılsın 15 plus 13 minus 2 olur. Burada da deməli deyir, bərabərsizliyin ən böyük tam həllini müəyyən edin deyir. Burada deməli nə baş verəcək? Baxın, deməli x-imiz keçəcək bu tərəfə. Lap x-i keçirsək bu tərəfə olacaq mənfi x böyükdür mənfi 10-dan. Burada x da kiçik olacaq 10-dan. Bizə deyir ki, bərabərsizliyin ən böyük tam həllini müəyyən edin. Yəni bu bərabərliyin doğru olması üçün ən böyük tam həll neçədir? İndi burada biz nə yaza bilərik? Baxın yoldaşlar. Biz 10 yazanda, yəni 10 yazsaq, bu ödəməyəcək. Amma biz burada nə yazmalıyıq? Yəni yazmalıyıq 9-u. Ona görə də x bərabərdir 9. Bu bərabərsizliyin ödədiyi ən böyük həldir. Yəni burada bərabərsizliyin ödənməsi üçün ən böyük həllimiz olacaq 9. Doğru cavabımız olacaq bəli 9. Sonra gəldik 2 üstü 14 vurulsun. 16 da 2 üstü 4'dür. İxtisar gedəndə 2 üstü 10 bit qalacaq. Deyir ki 50% sıxdıqdan sonra onun həcmini bayt ilə ifadə edin. Onda burada bunun 50%-i yəni yarısı deməkdir. Onda 2 üstü 10'un yarısı olacaq 2 üstü 9 bit. Bitdən də bayta keçmək üçün 2 üstü 3-ə böləcəyik. Orada da qalacaq 2 üstü 6, yəni 64 bayt olmuş olacaq. 50% sıxlaşdırmaq onun yarısı, 2də 1-ni tapmaqdır. 2 üstü 10-u 2də 1-ə vuranda ixtisar gedəcək, qalacaq 2 üstü 9. 2 üstü 9 bitdi, bitdən bayta keçəndə 8-ə bölürük. 66-cı sualımızda 19 megabaytlıq diskə 4096 kilobaytlıq video faylı neçə dəfə yaza bilərik? 19 megabaytı 4096 kilobaytımız 4 megabaytdır. Böləndə 4 dəfə düşür. Yəni tam neçə dəfə düşürsə o qədər yaza bilərik. Deməli 4 dəfə yaza bilərik. Doğru cavabımız olacaq 4 dəfə. 67-ci sualımızda 32 2 üstü 5'dir. Ona 1 kilobaytımızda 2 üstü 13 bittir. 8 2 üstü 3'tür. Digərdə 2 üstü x plus 5. Burada da ölçü vahidi bit yazdıq. Burada olacaq 2 üstü 18 bit. Sonra burada bərabər olacaq 3 plus x plus 5 bit olacaq. Burada bitlər ixtisar gedəcək. 18 bərabərdir 3 plus x plus 5-ə. X bərabər olacaq 10-a. Deməli 67-nin doğru cavabı olacaq 10. Davam edək. Deməli bizim burada 68-ci sualımızda 12 səhifəlik sənədin son 2 səhifəsinin hər birində bir şəkil. Deməli, son 2 səhifəsi deyirsə, onda 2 səhifəsində bir şəkil var. Onda deməli 2 səhifəsində şəkil var, 10 səhifəsində də mətn faylı var. Deyir ki, bu şəkillər 32 palitradır. 32 palitra deyəndə 2 üstü 5 olur. 1 piksel yaddaşda 5 bit yer tutacaq. 256 vurulsun 512 pikseldən ibarətdir.
Bizdən cavabı kilobaytla istədiyinə görə 1024 vurulsun 8-ə bölürəm. Burada ixtisar gedəcək 2, 2 ilə 8 gedəcək 16, aldıq 160 kilobayt. Yerdə qalan səhifələrin sayı 10 dənədir. Onu vurdum 32-yə, 64 dənə simvola və 256 simvollu əlifbada bir piksel yaddaşda 8 bit yer tutur. Bitdən kilobayta keçmək üçün 1024 vurulsun 8-ə bölmək lazımdır. Burada da qalacaq 20 kilobayt. Bizdən səhifənin ümumi həcmini istədiyinə görə biz 160 ilə 120-ni cəmləyəcəyik, olacaq 180 kilobayt. Doğru cavabımız olacaq 180 kilobayt. Deməli, gəldik 69-cu sualımıza. Deməli, deyir ki, qovluqda 3 müxtəlif tipli fayl var və qovluqların ümumi həcmi 59 megabaytdır. Bu faylların ikisi birlikdə, onda burada 2000, 20.000, deməli, 480 kilobayt yazırıq. Biz bunu, yəni megabayta keçirmək istəsək, 1024-ə bölsək, alacağıq 20 megabayt. Sonra 3'ü birlikdə x kilobaytdır. Onda 3 vurulsun x kilobayt yazıram. 3 vurulsun x kilobayt yazıram. 4'ü birlikdə bu qədər, yəni 12.288 kilobaytdır. Bunu da megabayta çevirəndə, deməli, 12.288-i böldük 1024-ə, düşəcək 12 megabayt. İndi gəlin baxaq. 20 megabayt üstə gəlinsin, 3 vurulsun, yəni x kilobayt, çünki biz bunun həcmini bilmirik. Üstə gəlinsin 12 megabayt bərabər olacaq 59 megabayta. 3 vurulsun x kilobayt, yəni burada bizdən həcmi kilobaytla istəyir. Ondan sonra burada deməli 59 megabaytdan çıxıram 20 megabaytı, ondan da çıxıram 12 megabaytı. Bizə verəcək 27 megabayt. Deməli buradan, yəni biz x-a alacağıq, yəni 3 dənədir də bu. X vurulsun kilobayt bərabər olacaq 9 megabayta. Niyə görə? Çünki baxın, bir dənəsi 9 megabaytdır ki, 3 dənəsi 27 megabayt olubdur. İndi bizə deyir ki, bunun deyir, qovluqda olan faylların hər birinin həcmi neçə megabaytdır? Qrafik fayl deyil. Megabaytla istədiyinə görə elə biz burada megabayt ilə də saxlayırıq. Yəni olacaq 9 megabayt. 69'un doğru cevabı 9 megabayt olacaq. Daha onu kilobayta çevirməyə ehtiyac yoxdur. Növbəti 70-ci sualımıza gələk. 70-ci sualımızda 4'ü yazacağım 2 üstü 2, onun da üzərində 2 plus x. Kilobaytın əvəzinə heç 2 üstü, yəni 10 yazmaya bilərik, çünki digər tərəfi kilobayta çevirə bilərik. Bura yazdıq kilobayt. 2 üstü 6, megabaytın da əvəzinə 2 üstü 10 kilobayt yazdıq. Burada kilobaytla kilobayt ixtisar getdi. Olacaq 2 üstündə 4 plus 2x bərabər olacaq 16-ya. X da 2x bərabər olacaq 12, x bərabərdir 6. Deməli, 70-ci sualımızda olacaq 6. 71-ci sualımıza baxaq. 8'i yazacağım 2 üstü 3, onun da üzərində 3 plus x. Kilobaytın əvəzinə 2 üstündə 13 bit yazırıq. 32 2 üstü 5'dir. Sonra 2 üstündə 20 də bit yazdıq. Burada bitlər ixtisar gedir. Olacaq 2 üstündə 9 plus 3x plus 13. Bərabər olacaq 25'ə. 3x bərabər olacaq 25 çıxılsın 22, o da olacaq 3'ə. X da bərabər olacaq 1'ə. Deməli,
71-də doğru cavabımız olacaq 1. Növbəti sonuncu 2 sualımız qalıb. Deyir ki, ICQ-də bir simvol yaddaşda 1 bayt və yaxud da 8 bit yer tutur. Bax, 1 bayt və yaxud da 8 bit yer tutacaq. Onda burada 1, 2, 3, 4, 5, 6, 7, 8 dənə simvol var. 8 bayt olacaq və yaxud da 88 bit olacaq. Onda burada birinciyə deməli 8 baytdır. 8-i 8-ə vuranda 64 bit eləyir. Deməli 64 bit olacaq. Deməli 8 bayt oldu C-də. 8 bayt oldu C-də. Birə düz gəldi C. Printer sözündə 1, 2, 3, 4, 5, 6, 7 dənə simvol var. 7 bayt, 7 dəfə 8, 56 bit olacaq. Burada 7 bayt yoxdur, 56 bit var. Ona görə B uyğundur. İnformasyon sözündə 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11 dənə simvol var. 11 bayt və yaxud da 88 bit olacaq. Bu 88 bitdə D-dədir. Olacaq C, B, D. Bəli, doğru cavabımız olacaq belə. Sonuncu sualımıza gəldik. Information sözündə 11 dənə simvol var. Unicode-da ya 2 vurulsun 11, yəni bayt olacaq, 22 bayt olacaq və yaxud da 22-ni vuracaq 8-ə, yəni bit ilə ifadə etmək üçün 22-ni də vururuq 8-ə, bizə qaytaracaq 176 biti. İndi burada baxırıq ki, bizdən 176 bit yoxdur, ona görə 1-ə düz gəlir B. 64 simvollu əlifbada 11-i vuracaq 6 bitə. Olacaq 66 bit. 66 bitə sadəcə Y düz gəlir. 26 simvollu əlifbada 32 simvollu əlifbaya ehtiyac düşür. Bir simvol 5 bit yer tutacaq. Ona görə də 11-i vururuq 5 bitə, bizə qaytaracaq 55 biti. Bu da A-dadır. Deməli, B, Y, A ardıcıllığı doğrudur. Doğru cavabımız olacaq B, Y, A. Bu da bizim sizinlə 73-cü sualımızın izahı. Beləliklə, biz sizinlə informasiyanın ölçü vahidləri, informasiya miqdarının ölçülməsi adlı testlərin izahlarını da yekunlaşdırmış olduq. Sağ olun, sağlıqla qalın. Növbəti izahlarda görüşənə qədər.